Özünü bank əməkdaşı kimi təqdim edən şəxs vətəndaşın kartından pul oğurlayıb, dəfələrlə xəbərdarlıq olunmasına və yaxud bu barədə çox sayda məlumatların paylaşılmasına baxmayaraq hələ də belə dələduzların qurbanı olan şəxslər var. Düzdür, əvvəlki kimi geniş miqyaslı deyil, çox deyil, amma hələ də azalsa da bunun sayı, amma yenə də belə dələduzların qurbanı olan şəxslər var. Deməli, bir şey bilmək lazımdır ki, heç bir bank əməkdaşı müştərisinə zəng vurmur, hansısa kartda əməliyyat aparılmasının vacib olduğu barədə məlumat vermir, belə bir ümumiyyətlə təklif etmir. Əgər belə bir təklif varsa, kartla bağlı hansısa bir texniki problemi aradan qaldırmaq və yaxud digər bu kimi halları deməli, həll eləmək üçün zəng vuran varsa, bu məqsəddə bilin ki, birinci şübhələnin ki, bu dələduz ola bilər. Deməli, bir nəfər polisə müraciət edərək bank kartından 400 manat pul oğurlandığı barədə məlumat verib, polis əməkdaşları həyata keçirdikləri tədbirlərlə həmin pulu, bu kartdan pulu çəkməkdə şübhəli bilinən 42 yaşlı şəxsi İ. Tahirovdur, belə adı gedir. Həmin şəxsi saxlayıblar və o dindirilən zaman o araşdırmalarla məlum olub ki, həmin şəxs özünü deməli, kartından pul oğurlanan şəxsə özünü bank əməkdaşı kimi təqdim edib, kartda texniki problemin olduğunu bildirib və bunun aradan qaldırılmasının vacib olduğunu deyib və bundan sonra həmin şəxsin kartından 400 manatı çəkib, polis arasında araşdırma aparır. Yəni, bir daha vətəndaşlar bilməlidir ki, bax, bu tip deməli, zənglər gəlirsə, ondan uzaq durmaq lazımdır. Ümumiyyətlə, tanınmadığınız nömrələrə çalışın, cavab verməyin və xüsusilə bank məsələləri ilə bağlıdırsa, bunu çalışın, həmin şəxslərdən uzaq olun, onların telefonu onların üzünə bağlayın.